Salam aleyküm, hardayam? Sultəpə Çiçək qəsəbəsindəyəm. 159-un yolunda. 3 sotun içərisində. 3 sot da verir, sot yarım da verir. Sənə necə xoşsa elə al. 27.000 manata. 27.000 verirsən, kredit yox ha. Nağd 27.000. Hal-hazırda içərisində yaşayış vardı. Təzə çıxıb kiraşın. Bax, qazın işığın şotski. Bax, qazın işığın şotski. Bax, sot yarım buradır. Sot yarımı 3.000-ə verir. Yaxşıdır da, 30.000 elə bil. 3 sotda verir, sot yarımda 27.000 manata. Buradan gəldi, üstü paketdir, düz deyil. Qoşa, daşdır. Həyətində baseynasına qədər var. Su baseynasıdır. Padvalba, neçə daş kürsüdədir? Bir gəldən onu göstərim sizə, sonra evi çəkək. Buradan keçdi. Böyle başı biraz səliqəsizdir. Qiyməti amma çox yaxşıdır. Bir 2 gündə bu qiymətə, təmirsiz qiymətinə təmirli verilir. Təmirli, orta təmirli. Baxın, demək olar ki, mərtəbədir. Onu əl gəzdirib kirayə otaq kimi də istifadə edə bilərsən. Marşruta çox yaxın məsafədə yerləşir. Belə boylanırsan, marşrutu görürsən. Yanında dükanı zad, hər şey var. Suyu, qazı, işığı, yəni hər şey var. Yəni mərkəzi kanalizasiyasına qədər var. 60-ın deyir ki, yiyəsidir. 60-ın 40-a deyir beton da tökmüşəm. Nə deyir, mən onsa deyirəm. Koridor sistemli evdir, 3 otaqdır. Hamam sanuzaydı, yerin kafeli vardı. Kirayə qalırdı, çıxardıb kirayəşini təzəcə. Burada bir dənə mətbəxtidir. Pəncərəsinin qabağı boşdur. Baxın, qoşa daşdır. Alıb biraz əl gəzdirsin. Normal ev eləyə bilərsən. İnşallah ki. Buradan gəldi. Burada bir dənə zalı. Zalın ölçüsü çox ki, aboyludur. Prosta hal-hazırda işığı, klapskası yanıb. Wi-Fi nə kimi var. Bu qiymətə 27.000 manata görə gözəl variantdır. Burada da bir dənə yataq otağı, otaqlar genişdir. Baxın, artıq nə var, yığıblar elə burada. Əlaqə saxlayın inşallah. Hər qiymətlərdə evlər var. Kim də Sultəpədə, Xırdalanda və hər yerdə Hökməli, Qobu, sizin yerin fərqi yoxdur. Düşmə qiymətə ev satırsansa, çağır, bir gün, 2 günə həll edək. Yəni 27.000-ə görə gözəl variantdır. Real gəl, yiyəsindən danışarsan, danışsın. Yaxşıdır. Sağ olun, var olun.